Salam ay Yaşar, nətərsən, nə var, nə yox? Könül başım nətərdir? Salam Mələk ağa, şükür yaxşılıq da amma tanıyanmadım kimsən? Bibin oğlu Əfqan, tanımazsan da? Uy hə Əfqan. Bağışda tanıyanmadım. Yaxşıyıq Əfqan, sən nətərsən, nə arayırsan? Öydə işdə nə var, nə yox? Əfqan bibim oğlu. Ay Yaşar, işim düşüb sənə. Mənə 400 manat borc verə bilərsən? Əfqan yaxşılıqdır şükür. Rayonda nə var, nə yox? Toyuqçu zat nətərdir Əfqan? Salam verən kim adama könül? Naxadı? Yaxşıdır Yaşar, verə bilərsən 400 manat. Hə, lap yaxşı, lap yaxşı. Havalar zat nətər keçir hə rayonda? Özünüz nətərsiniz, işiniz nətərdir? Bunlara deyirəm salam verən kimi. 400 manat, sən məndən illərlə maraqlanmırsan. Yaşar, niyə sözü dəyişirsən? Deyirəm ki, 400 manat verə bilərsən. Erkək işsən, sözü dəyişmə. Abi oğlu söz zat dəyişmirəm. Deyirəm rayonda havalar nətərdir? Yaxşıdırmı, salamatlıqdırmı? Mənim nəyimi lazım söz dəyişirəm? Özünüz yaxşısınızmı? Dururlar naxadı ki, nə yazdı evdə? Gerçəkdən nə də vermir. Də vermir. Sən nətər adamsan Yaşar? Erkək işsən. Vermirsən bir kəmində ki, vermirəm. Yoxsa söhbəti niyə dəyişirsən? Mənə deyən lazımdır ki, mən sənin kimi adama niyə salam verirəm ki, sən də belə eləyirsən? Yox, mənə yazmır. Sən Yaşar dedi axı. Ha, axırı başqadır. Sağ ol ay oğlu, çox sağ ol. Mən də səni öpürəm. Bibimin üzündən öp, ay, könül də öpür sizi. Öp yalan, öp. Yaxşı, yaxşı oğlu öpürəm. Söyləyə səni. Ar nə söydü, axırı var, deyir zarafat eləyirəm. Görmədin, dedim bibimi də öpsünə, deyir bibin yanında deyib gülürük. Üz gördüm səndə.